Hoş gördük dostlar. Küre serialım devam eləyir. Yadınızdadır, kürənin üzərini şüşə qırıntılarıyla örtmüşdük. Üstün palçıqladıq. İndi görək. Bilirsiniz də bizim kürə serialımız keçən ildən devam eləyir. Çörəyin altı qızarırdı, üzəri qızarmırdı. Üzərini şüşələdik. Dedilər ki, elə. Daha doğrusu dəmirin üzərinə şüşə qırıntıları tökdük. İndi hal-hazırda sınaq müddətindədir. Baxaq görək bu günləri. Görürsünüz, odunu çox yığmışam. Hamınız deyirsiniz ki, o yuxarı gərək ağarsın. Görək indi çörəyin üzərini qızardır ya yox. İzləmədə qalın. Çörəyi pişirim, çəkin, paylaşın, baxın. Vəssalam. Çörəyim qızardı, çox əziyyət çəkdim. Düzü biraz tərpətmişəm, kül dəyib. Bir dənə də için kəsin, baxaq. Çörəyin gözəlliyinə baxın. Batumdur, batum. Çok qəşəngdir, super. Maşallah, axır ki, inatkaram da mən. Axır ki, Mixaylo bacardı.